Aprel döyüşləri barəsində, yəni o deyə bilərəm ki, döyüşdə bizim əsgərlərimiz, zabitlərimiz vuruşublar və bəziləri dünyasını dəyişib, Allah onların günahlarını bağışlasın, Allah rəhmət etsin, yerləri cənnət etsin. Amin. Yəni bunu deyə bilərik. Yəni Aprel döyüşlərindən neçə il keçir? Aprel döyüşlərindən valla 2004 səhv eləmirəmsə bir dəqiqə üzr istəyirəm. 2016-da. 2016, 8 il, hə, yox, 8 il. Yox, 10 il keçir. 10 il keçir, bəli. 2016. Aprel döyüşləri haqqında nə deyə bilərsiniz? Özüm döyüşmüşəm orada. Ay maşallah. Qazimizsiz, baş tacımızsız. Buyurun, söz sizdə. Hər yanda döyüşmüşük. Əfqanistanda, Qarabağda, hər yanda. Maşallah. Aprel döyüşləri haqqında nə deyə bilərsiniz? Aprel döyüşü Azərbaycan xalqının müstəqilliyi uğrunda 20 il işğalın ilk ən uğurlu əməliyyatı idi. Aprel döyüşlərdə bizim gənclər, ordumuz birinci Lələtəpəni azad elədi. Sonra bizim milli qəhrəman, böyük oğlumuz Polad Həşimovun özündə həmin döyüşlərdə aktiv iştirakçısı olduğu döyüşlərdə Talış yüksəsini azad elədilər və Ohanyan səhti deyilən səhti ilk dəfə Azərbaycan ordusu darmadağın etdi və növbəti illərdəki qələbəmizin əsas qoydu Aprel döyüşlərdə. Təşəkkür edirəm. Aprel döyüşlərindən neçə il keçir? 1915 16-cı ildə bəli. Aprel döyüşlərindən 1916-cı il təxminən 10 il keçir. 10 il. Aslanov Ərəstan. Lap yaxşı. Aprel döyüşləri haqqında nə deyə bilərsiniz? Buyurun. Aprel döyüşləri çox yüksək səviyyədə keçirildi. Ordumuz tərəfindən, əsgərlərimiz tərəfindən biz qələbə çaldıq ümumiyyətlə, nə bilim. Bu qədər. Aprel döyüşlərindən artıq neçə il keçir? Hə, o tarixi unutmuşam, yəni. 10 il keçir. Hə, 10 il. Hə. Aprel döyüşlərindən nə deyə bilərsiniz? Aprel döyüşlərindən mən özüm hərbiçiyəm. Amma mənə çəkimi xahiş edirəm. Dayı, Aprel döyüşlərindən nə deyə bilərsiniz? Bir kəlmə. Mən bir söz deyərəm ki, Azərbaycan xalqı və Azərbaycan evladları qəhrəman evladlardır və biz qalib etdik və başqa bir şey nə demək lazımdırsa. Aha, necə? Var olsun Azərbaycan. Dayı, məlumat verin də, zəhmət olun. Xanım, nə məlumat verim? Aprel döyüşləri haqqında nə məlumat verə bilərsiniz? Məlumatım yoxdur. Yəni artıq 10 ildir Aprel döyüşləri. Məlumatım yoxdur. Mən burada olmamışam. Xoş gördük sizi. Bir sualıma cavab verə bilərsiniz? Salam, xoş gördük sizi. Aprel döyüşləri haqqında nə deyə bilərsiniz? Bir kəlmə. Siz Aprel döyüşləri haqqında nə deyə bilərsiniz? Aprel döyüşləri haqqında nə deyə bilərsiniz? Gecikirəm.